Salam aleykum əziz xalqım. Biz bu gecə yenə 3 günlük səfərimiz var. Almaniyanın Bonn şəhərində BMT-nin qarşısında yatılı aksiya keçirəcəyik siyasi məhbuslarla bağlı. Bundan əvvəlki Azərbaycan səfirliyinin önündəki keçirdiyimiz aksiyada nələr oldu? Qalib bəy onu açıqlayacaq və bu dəfəki aksiyamız ondan da betər olacaq. Salam aleykum əziz Azərbaycan xalqı, bizi dəstəkləyənlər də, dəstəkləməyənlər də Allah köməyimiz olsun. Bəli, bizim 3 günlük aksiyamız oldu Azərbaycan səfirliyinin qarşısında. Belə bir aksiya olmamışdı. Aksiyalar çox olub Almaniyada, bizdən öncə də, bizlə də və bizdən sonra da olacaq. Sadəcə olaraq 3 gün dalbadal Azərbaycan səfirliyinin qarşısındakı bizim aksiyalarımız və sunduğumuz dəlillər və hakimiyyətin etdiyi fırıldaqları aşkara çıxarmağımız, ondan sonra insan haqlarının qarşısında, İnsan Haqları İdarəsinin qarşısında bizim çıxışımız oldu. Orada bizi 2 jurnalist qarşıladı və intervyu götürdü. Bizim aksiyamızın səbəbini öyrəndi. Bundan sonra AŞPA-nın prezidenti İlham Əliyevin diktator olduğunu və diktatorluğunu açıq şəkildə bəyan elədi. Bu olmamışdı. Yəni Avropada belə bir şey olmamışdı. Təbii ki, bilirdilər İlham Əliyevin diktator olduğunu, Azərbaycan hakimiyyətinin diktator olduğunu, amma dilə gətirməmişdilər. Biz bunu dilə gətizdirdik. İlham Əliyev, sən gör ki, biz bunu dedizdirdik. Bundan sonra sənə vuracağımız zərbələrdən özünü gözlə. Yəni mən sənə bunu deyirəm. Bəzilərinə gülməli gəlir, bəzilərinə belə fuflo qənət eləyirmiş kimi gəlir. Amma belə deyil də, yəni İlham Əliyev prezident ola bilər. Yəni o deməkdir ki, prezidentdirsə buna heç kim heç eləyə bilməz. Belə bir şeydən heç kim sığortalanmayıb. Ona görə də biz buradan sözümüzü deyirik və üstündəyik. Son xəbərdarlıqlar. Bəli, nə qədər ki ayaq üstündəyik, İlham Əliyev qorx bizdən. Başqa sənə isə mütləq demirik. şəkildə. Qalib qardaş İlham Əliyevə səsləndi. Mən də buradan bizim dostlarımıza səslənirəm ki, möhkəm durun, möhkəm dayanın. Bəli. Biz sizin sayənizdə sizə dəstək olaraq əlimizdən hər nə gəlir edirik. İlham Əliyevə də vurulacaq zərbəni də görəcəksiniz. Mütləq şəkildə çox yaxın vaxtda. Bəli, Allah yar bəyin dediyi kimi dostlarımıza da buradan demək istəyirik ki, əgər ki bizə bir şey olsa, heç məyus olmayın. Onu bilin ki, Peyğəmbərimizdən də hədis var ki, nəyisə əldə etmək üçün qurban vermək lazımdır. Biz də öz canımızı sipər eləmişik və qurban eləməyə hazırıq Allah yolunda ki, Azərbaycan xalqımız rahat yaşasın. Buradan da trollara səslənirəm ki, biz ölsək sevinməyin, bizdən çoxdur. Bəli, mütləq şəkildə bu 3 günü də 14, 15, 16-sı Azərbaycan səfirliyinin önündəkindən daha artıq bir proses gedəcəkdir. Mütləq şəkildə bu da diktatorun sütunları yox, binövrəsi dağılacaq. Yəni az qalıbdır. Bu son xəbərdarlıqlarımızdır. Yenə deyirik İlham Əliyev sənə və məmurlarına özünü yığışdır. Tez bir zamanda biz nələrə qadir olduğumuzu sənə sübut eləyəcəyik. Az qalıbdır. Eşq olsun.